Və nəhayət gənc jurnalist Fatima Mövlamlının sərbəst ifadəsiyle bu reportajı bitiririk. Azərbaycan jurnalistləri daha ancaq məhkəmədə sərbəst ifadə verə bilərlər. Başqa heç bir yerdə bu sərbəstlik yoxdur. Həyatımı həmişə mən necə kömək edə bilərəm sualına verdiyim cavablar istiqamətləndirib, yaşadığım ölkədə nəyinsə qaydasında olmadığını hələ yeniyetmə ikən anlamışdım. Hər yerdə hüquqları tapdalanmış insanlar və onların gözlərinin dərinliyinə nüfuz etmiş qorxunun şahidiydim. Haqsızlığa məruz qalmış vətəndaşlar səslərini çıxarıb etiraz etməyə çəkinirdilər. Çünki narazı nidaların eşidildiyi hər yerdə polis hədəsinin də olduğunun fərqindəydilər. Özümdən ilk dəfə onda soruşmuşdum ki, mən necə kömək edə bilərəm? Beləliklə ictimai siyasi proseslərə qoşuldum. Sosial şəbəkə hesablarımda mütəmadi yazır, hökumətin qanunsuz əməllərini tənqid edir, həmvətənlərimin də yerinə danışır, onların əvəzinə də haqq tələb edirdim. Əlbəttə, bu cür ictimai fəaliyyət heç də asan başa gəlmirdi. Günüm polis bölmələrində təhdid dinləməklə keçirdi. Amma bunun mənə təsiri hökumətin arzuladığı kimi olmurdu. Rastlaşdığım hər haqsızlıq qarşısında etiraz əzmim biraz da artır, düşdüyüm hər polis bölməsindən daha qətiyyətli çıxırdım. 18 yaşımın əvvəlində mənsubu olduğum cəmiyyətlə bağlı mühüm bir şeyin fərqinə vardım. Danışmaq, narazılığını dilə gətirmək istəyən insanların qarşısını heç də daima qorxu hissi deyil, kimə danışaq sualı da kəsirmiş. Doğrudan da ətraf qələmini hökumətin verdiyi Mirzə payına satan, etirazçı vətəndaşdan polisə xəbərçilik edən, onları alladan, məzmunu şikayət yaxud siyasi tənqiddən ibarət müsahibələri yayımlamayan jurnalist və media qurumları ilə dolu olduğu halda kiminlə danışa bilərdilər? Xalq sözünü demək üçün dürüst müxbirlər axtarırdı. Dürüst jurnalistlər isə qələmlərinə sadiq qaldıqları, prinsiplərini yaxşı güzərandan üstün tutduqlarına görə bir sıra təzyiqləri, o cümlədən azadlıqlarını itirməyi belə gözə almalı olurdular. O zaman özümdən bir daha soruşdum. Yaxşı, bəs mən necə kömək edə bilərəm? Cavab məni ilk kamera və mikrofonumu almağa sövq etdi. Bugün məni müttəhim kürsüsündən dinləməyinizə səbəb hansısa cinayət əməli yox, məhz o gün verdiyim qərardır. Həmin qərar nəticəsində 2018-ci ildən etibarən müstəqil jurnalist olaraq çalışmağa başladım. Peşə fəaliyyətim boyu əsasən sosial, siyasi hadisə və narazılıqları işıqlandırmaqla, insanlara danışmaq üçün müstəqil platformalar təklif eləməklə məşğul idim. Bunun müqabilində azadlığımın neçə dəfə qeyri-qanuni məhdudlaşdırıldığının, polis tərəfindən nə qədər təhdid edilib, fiziki zorakılığa məruz qaldığımın say hesabını isə çoxdan itirmişəm. Müstəqil mediada fəaliyyət göstərmək həmişə məhrumiyyətlərlə üz-üzə dayanmaq deməkdir. 2023-cü ilin sonlarına doğru isə müstəqil jurnalistlər üçün vəziyyət biraz da qəlizləşdi. Nə mürtəci media qanunu, nə polis fokunun müstəqil jurnalistləri dayandıra bilmədiyinə görə qəzəblənən siyasi hakimiyyət kütləvi həbslərə əl atdı. Abzas medianın bütün komandasının həbs olunması ilə başlayan total repressiv hücum ayrı-ayrı jurnalistlərin, eləcə də Toplum TV və Meydan TV əməkdaşlarının həbsi ilə müşayiət olundu. Hər gün yeni bir həbs xəbəri gəlir, dünən yanaşı dayanıb müsahibə aldığın həmkarın sabah qaçaqmalçı adı ilə şərlənirdi. Məqsəd müstəqil səsləri susturmaqla yanaşı həmin səsləri xalqa və dünyaya çatdıran jurnalistlərin də qarşısını almaq idi. Belə olan halda mən necə kömək edə bilərdim? Şübhəsiz ki, peşə fəaliyyətimə davam etməklə haqsız həbsdən yayınmağım üçün yaxınlarımın səmimi narahatlıqla dilə gətirdiyi ölkədən get yaxud fəaliyyətinə bir müddət ara ver məsləhətlərinə qulaq asmadım. Peşəmə daha möhkəm və inadkar bir sevgi ilə bağlandım. Yalnız həqiqətləri yazıb, mikrofonumu danışmaq istəyən hər kəsə uzatmağa davam elədim. Həbsimi labüd edən füsursatlar da elə bu sadaladıqlarım oldu. Ona görədir ki, bir ildən çoxdur adına Meydan TV işi deyilən cinayət işində təqsirləndirilən şəxs statusuyla saxlanıram.
Meydan TV ilə əlaqəmdən bəhs etmədən öncə həbsimin detalları və cinayət işinin necə laf sütunlar üzərində qurulmasından söz açmaq istəyirəm. Həbsim əvvəldən axıra qədər silsilə qanun pozuntuları ilə müşayiət olunub. 2025-ci ilin 28 fevral tarixində Azadlıq prospekti metro stansiyasının qarşısında qara maskalı polis əməliyyatçıları tərəfindən həbs edildim. Mənə nə saxlanılmağımın səbəbi, nə də hüquqlarım izah olundu. Üzlərini görməyim deyə qara rəngli maska ilə yaşmaqlanan polislərdən heç birinin özünü təqdim etmədiyini deməyə isə yəqin ki, ehtiyac yoxdur. Polis üzərimdəki telefonun ekran şifrəsini istədikdə bundan imtina etdiyim üçün fiziki şiddətlə hədələndim. İsrarla tələb etməyimə rəğmən müdafiəçi ilə təmin edilmədim. Nə saxlanılanda, nə evində axtarış və götürmə əməliyyatı aparılan zaman yanımda vəkil yoxdur. Bunu axtarış götürmə protokollarında vəkil imzasının olmamasından da müəyyənləşdirmək mümkündür. Axtarış və götürmə əməliyyatında iştirak edən hal şahidlərindən biri saxlanıldığım yerdən evimədək polis maşınında gəldi. Digərini isə polislər evimdən təxminən 15 dəqiqə uzaqlıqdakı məsafədən, yəni yol üstü götürdülər. Polis əməliyyatçısı hər iki hal şahidi ilə öncədən telefon əlaqəsi yaradaraq görüşəcəkləri yeri bildirmişdi. Hal şahidləri istintaqa müstəqil iradələri ilə deyil, polisin təyinatı ilə cəlb olunmuşdu. Cinayət Prosessual Məcəlləsinin 94, 2, 4 və 94, 4, 1-ci maddələrində göstərilir ki, hal şahidləri iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləməli, istintaq hərəkəti aparılan yeri tərk etməməli, habelə müvafiq istintaq hərəkətinin icraatında onun əvvəlindən sonuna dək iştirak etməlidir. Evimdə tapıldığı iddia edilən pul əskinaslarının protokollaşdırıldığı zaman isə hal şahidlərinin halı dəyişdiyindənmi, ya nədənsə istintaq yerini tərk edib protokolları imzalamaq üçün geri qayıdanadək həyət darvazasının qarşısında park edilmiş polis avtomobilinin içərisində gözlədilər. Axtarış və götürmə əməliyyatı mənim müşahidə imkanımdan kənar olmaqla birlikdə evin bir neçə yerində eyni vaxtda aparıldı. Buna misal olaraq mən polis müstəntiqi Nahid Abbasov, 2 nəfər hal şahidi və 1 nəfər polis əməkdaşı evin başqa tərəfində olduğumuz halda içəridə sayıları get-gedə artan əməliyyatçılardan bəzilərinin mənim yataq otağımda yığışdıqlarını göstərə bilərəm. Evimdən tapılan 13.500 avro pulun məhz yataq otağımda aşkarlanması həqiqətən təsadüfdürmü? Əlbəttə ki, həmin pul əşkinansları yatağımdakı balışın altına polis əməkdaşlarının özləri tərəfindən qoyulmuşdu. Pulu sayıb qurtara bilməyən polis müstəntiqinə zarafatla demişdim ki, mənim həyatım boyu qazandığım pulu saymalı olsaydınız bu qədər uzun çəkməzdi. Yeri gəlmişkən istintaqçılar pulu evimə yerləşdirib, amma gerisi ilə maraqlanmayıb. Yəni göstərə bilməyib ki, o pulun qaçaqmalçılıq yolu ilə əldə olunması qənaətinə necə gəliblər. Pullarla bağlı əyləncəli faktlara da nəzər salaq. Həmin pulların içərisində evimdən tapılmamışdan 6 il öncə, yəni 2019-cu ildə dövriyyədən çıxarılan 500 avroluq əskinas da vardı. Məhkəmə daktiloskopik ekspertizası da deyir ki, ümumilikdə 162 ədəd pul əskinasının cəmi 4-ünün üzərindən əl barmaq izləri aşkar edilib. Ekspertizanın saxtakarlığından ziyadə yaranan mənzərənin absurdluğuna baxaq. İndi buradan hansı nəticəyə gəlməliyik? Belə çıxır ki, mən heç saymadığım pulları 6 il ərzində yastığımın altında saxlamışamdır. Bu, ya istedadsız yazıcı qələminin, ya da şərbaz müstəntiqin qıt təsəvvürünün məhsulu ola bilərdi ki, hazırki vəziyyətdə ikincidir. Axtarış və götürmə əməliyyatı ilə bağlı digər bir qanun pozuntusu da mənim bu barədə qərarla tanış etməmələridir. Halbuki Cinayət Prosessual Məcəlləsinin 245-ci maddəsinin 2-ci bəndində kifayət qədər aydın yazılıb ki, axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Mən sözlü gedən qərarı həbsimdən 7 ay ötdükdən sonra, yəni 2025-ci ilin sentyabrında cinayət işi materialları ilə tanışlıq zamanı görə bildim.
saxlanılmağımı və evimdə axtarış aparılmasını əsaslandırılmalı olduqları qərarda bilirsinizmi nə yazılıb? Təqsirləndirilən şəxs Aynur Qəmbərovanın barəsində cinayət təqibi həyata keçirilən yaxın əlaqəsi Fatimə Mövlamovanın yaşadığı ünvanda cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri, sənədlərin və s. olması güman etməyə kifayət qədər əsas tapıldığından ona məxsus ünvanda axtarış və götürmənin aparılması zəruridir. Bu əsaslar nədən ibarətdir? Barəmdə cinayət təqibinin həyata keçirilməsi üçün Aynur Elgünəşin yaxın əlaqəsi hesab edilməyindən daha ciddi səbəb tapılıbmı? Nə həmin qərarda, nə cinayət materiallarında bu sualların cavabı yoxdur. Özü də deyim ki, Aynur xanımla bütün yaxın əlaqələrimiz türmədə yaranıb. O qədər ki, Aynur Elgünəş peşə fəaliyyətinə görə bundan sonra yenə həbs olunsa, məni ürək rahatlığı ilə onun yaxın əlaqəsi kimi həbs edə bilərlər. Amma bu dəfəki cinayət işində məni nə Bakı Jurnalistika Məktəbi, nə meydan tibbi ilə əlaqələndirə bildikləri tək bir epizod var. Ümumiyyətlə bu elə bir cinayət işidir ki, məntiq buradan başını tutub qaçıb. İttihamlar qızdırmalı adamın sayıqlamasını xatırladır. Cinayət işi materiallarında yalnız ərin arxayınlığı müşahidə edilir. Məni bir ildən çoxdur həbsdə saxlayan və bunun hələ uzun illər davam edə biləcəyi ilə hədələyən cinayət işində əziyyət çəkib adıma düz əməlli şər də qoşa bilməyiblər. Məsələn, evimdən 13.500 avro pul tapılıb, özüm qanunsuz sahibkarlıqda 1 milyon manatdan çox haqsız qazanc əldə etməkdə və 70.000 manatdan artıq vergi borcunda günahlandırılıram, amma müsadirə edilən əmlakımın maddi dəyəri heç 5-600 manata çatmır. Cinayət işi materiallarında mənimlə bağlı yer alan heç bir sorğunun nəticəsi cinayət törətdiyimi deməyə əsas vermir. Məsələn, yazılıb ki, istifadədə olan mobil nömrəyə dair SMS mətnləri, zənglər və əhatə dairəsi barədə mobil operator tərəfindən təqdim olunmuş diskə baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilib. Nədir o hal? Deməli, 8 fevral 2020-ci il tarixində Signal mobil tətbiqindən telefon nömrəmə təsdiq kodu gəlinmiş. İnanın, bundan başqa bir cümlə də yoxdur və bunu ciddi əhəmiyyətli dəlil kimi qeyd ediblər. Məni meydan tibbi ilə əlaqələndirməyə çalışdıqları, istintaqın dili ilə desəm, mötəbar sübutlardan birinin mənbəyi bilirsinizmi nədir? Get Contact. Bəli, adamlar mobil nömrəmi Get Contact tətbiqində axtarışa verib, çıxan Fatimə Mövlamlı meydan tibbi nəticəsini mötəbər sübut hesab ediblər. Nəticəsi kənar müdaxilə ilə dəyişdirilə bilən sorğunun cavabı necə mötəbər sayıla bilər? Onda belə çıxır ki, bizim cinayət işindəki müstəntiqlər qrupunun rəhbəri polis polkovnik leytenantı Samir İsmailovun mobil nömrəsini Get Contact-da Ramiz Mehdiyevin cinayət ortağı kimi qeyd eləsək, onu Mehdiyevlə bağlı açılan cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb eləmək olarmı? Yaxud biri dövlət ittihamçısı Abdullayev Vüsal Habiloğlu'nun adını müstəqil və ədalətli dövlət ittihamçısı deyə yazsa, ən azından özü bunun həqiqət olmadığını bilməyəcək. İstintaqın cinayətkar olduğum qənaətinə gəldiyi bir digər sübuta baxaq, hansı ki onun mötəbərliyindən əriyib yoxa çıxmışam. Bu, Binəqədi rayon qəsəbə nümayəndəliyinin haqqında verdiyi xasiyyətnamədir. Orada yazılıb ki, yaşadığım Binəqədi rayonu ərazisində müsbət xarakterizə olunmamışam, çünki sosial şəbəkələrdə müxalifət yönlü paylaşımlar etmişəm. Bununla da istintaq tərəfi əmin olub ki, şübhəli bilindiyim əməlləri 100% törətmişəm. Düzdür də, bugün müxalif yönümlü paylaşımlar edən sabah ölkəyə qaçaq pulla gətirər, vergidən də yayınar, adam da öldürər. Cinayət işində adım keçən istənilən hissə bu sayaq cəfəngiyyatdan ibarətdir. Barəmdə verilən digər heç bir sorğudan isə ümumiyyətlə nəticə çıxmayıb. Nə hansısa bankda mənə məxsus hesab, nə qeyri-kommersiya qurumlarının dövlət reyestrində, nə də qrantların, xidmət müqavilələrinin və iyanələrin reyestrində adım aşkarlanıb.
məni həbsdə qızıl-qırmızı yalan danışmaqla saxlayıblar. Ona görə də bugün bu ifadəni nə azadlığımızı böhtanla məhdudlaşdıran hökumətə, nə yekunda çıxaracağı hökmün gələn sifarişdən asılı olduğu məhkəməyə deyil, Azərbaycan ictimaiyyətinə verirəm. Hansı ki, həmin ictimaiyyət üçün gün kimi aydındır. Qaçaqmalçıların himayətçisi də, qaçaqmalçının yekəsi də şəxsən İlham Əliyevin özüdür. 30 cildik cinayət materialları boyu istintaq mənim meydan tipi ilə əlaqəmi heç cür sübuta yetirə bilməyib. Odur ki, özüm açıqlayıram. Bəli, mən meydan TV ilə əməkdaşlıq eləmişəm. Bu əməkdaşlıq meydan TV-nin Azərbaycanda yaşayan əməkdaşlarının həbsindən təxminən bir həftə sonra redaksiyadan gələn təklif üzərinə başlayıb, həbsimə qədər ki 2 ay yarım müddətində davam edib. Mən meydan TV-də qazanc güdmədən və faktiki olaraq könüllülük prinsipi ilə çalışmışam. Əslində o dövr meydan TV ilə əməkdaşlıq eləmək həbsə öz qoşunla getməyə bərabər qərar idi. Bir halda ki, meydan TV əməkdaşlarının həbsi məhz redaksiyanın fəaliyyətinin dayandırılmasına hesablanmışdı. Qərarıma təsir edən faktor elə bu idi. Mən meydan TV-nin fəaliyyətinin davam etməsini, bunda mənim də töhfəmin olmasını istəyirdim. Əgər təklif gəlsəydi, eyni situasiyada eyni əməkdaşlığı Abzas Media ilə də, Toplum TV ilə də edərdim. Mən sadəcə kömək etməyə çalışırdım. Bizi şərləyənlər üçün bunu anlamağın çətin olduğunu bilirəm, amma mənim meydan TV ilə əməkdaşlıqdan başqa heç bir motivasiyam olmayıb. Türkiyəli jurnalist Can Dündar həbsxananın müstəqil jurnalistlər üçün bir gün mütləq yol üstü baş çəkəcəkləri, durub nəfəslərini dərəcəkləri dayanacaq kimi təsvir edir. İndi həmin dayanacaqdan geriyə boylanıb məni burada gətirən fəaliyyətimə baxanda yalnız fəxr və qürur hissi duyuram. Etel Lilian Voyniçin o vodu edamından bir gün öncə qələmə aldığı məktubda belə yazırdı. Mən öz öhdəmə düşən işi başa çatdırdım. Ölüm hökmü də göstərir ki, bu işi vicdanla yerinə yetirmişəm. Mən də öz həbsimi bir növ təsdiq meyarı kimi qiymətləndirirəm. Həbs olunmuşam, ona görə ki, öz işimi dürüst yerinə yetirmişəm. Həbs olunmuşam, çünki azadlıqda qaldığım hər günü peşəmə həsr etməyə, səsi batırılmağa çalışılan insanların sözünü halqa çatdırmağa davam edəcəkdim. Necə ki, qoluma qandal vurulan günədək məhz bunu edirdim. Həbs mənə zərər vermədi, əksinə üfüqlərim genişləndi, misilsiz insan hekayələri ilə tanış oldum. Məni həbsxanaya jurnalist olaraq buraxmayan hökumət məhbus kimi yer verdi. Burada keçirdiyim hər gün qızıl qiymətindədir, dəyərlidir. Azadlığa çıxacağım günü də məhz hazırlayacağım əntiqə reportajlara görə səbirsizliklə gözləyirəm. O gün gec və ya tez çatacaq. Təcrid olunmaq ümidimi əlimdən ala, ürəyimə qorxu, üzümə qaramatlıq sala bilmədi. Üzüm yenə gülür, ürəyim heç olmadığı qədər rahatdır və əminəm açılacaq səhərlərin birində yuxudan daha gümrah oyanacağım. Səma daha işıqlı olacaq. Günəşə gözümü qırpmadan baxacağım. O sabah ən gözəl paltarımı geyinib, dırnaqlarımı qırmızıya boyayacağım. Vurulsun deyə gecədən hördüyüm saçlarımı açıb, çiynimdən aşağı sərbəst buraxacağım. Ali Rızanın çirasını avazla oxuyacağım. Səsim özümə həmişəkindən xoş gələcək. Qəlbimi sıxan heç nə tapılmayacaq. Bütün narahatlıqlar boş gələcək. Bu kameraya son dəfə göz gəzdirib, hökmünü itirmiş dəmir qapının qarşısında dayanacağım. Bilirəm, bunların hamısı baş verəcək, çünki mən həmin gün azadlığıma qovuşacağam.